Azərbaycan tarixi ilə bağlı, Oğuzların, Türklərin Azərbaycana gəlməsi ilə bağlı son zamanlar aslı-astarı olmayan, xüsusilə də biriləri tərəfindən doldurulmuş azınlıqların nümayəndələri tərəfindən bizim tariximizə çox güclü hücum var. Keçən hətta Baku TV kanalında bir nəfər özünü tarixçi adlandıran bir nəfər özü kimi 3 tarixçini qarşısına alıb Oğuzların, Türklərin Azərbaycana gəlişinin 11-ci əsrə təsadüf etdiyini deyir ki, güya biz 11-ci əsrdə Azərbaycana gəlmişik. O vaxta qədər Azərbaycanda Türk devləti olmuyor. İndi mən qısa bir göstəri məqsədi ilə qısa bir şey hazırladım burada. Biraz uzundur, yadımdan çıxmasın deyə mən bunu burada yazdım. İbn Əl-Fakih Həmədani Kitab Əl-Buldan əsərində yazır ki, 903-cü ildə qələm alıb. Əslən Həmədan şəhərindəndir, amma ərəbcə yazıb, tarixçidir. 903-cü ildə yazdığı Kitab Əl-Buldan əsərində deyir ki, bugünkü Azərbaycanın ərazisində Askutiya olub. Ona İskitlər də deyirlər, Skifiya da deyirlər, amma onun əsl adı İşkuzdur. İqor Mixayloviç Dekanov İstoriya Midi kitabında 244-cü səhifəsində Çarstvo İşkuz çarlığı adını yazır. İşkuz kağanlığı və müəllifdən başlığında ikinci abzasda deyir ki, Midiya tarixi kitabının ikinci abzasında, Rus dilinin orijinalını deyirəm sizə. Bugünkü Azərbaycan Midiya dövlətinin qanuni varisidir. Azərbaycan SSR yazır da, 56-cı ildə o kitab yazdı. Azərbaycan SSR-də yaşayan vətəndaşlar qanuni Midiya dövlətinin qanuni varisləridir. Azərbaycanda da kimlər yaşayır? Azərbaycanda da 9 milyon yarımdan çox Türk var. 10 milyon əhalidən. Keçdik bu tərəf. İşkuz sözü. İşkuz sözü iç Oğuz deməkdir. Onu mən videoların birində açmasını vermişdim. Etimologiyasını təhlil etmişdim və bu Askutiyanın kökü gedir İşkuza dayanır. İşkuzdur, Askutdur, Askutiyadır, Aşkenazidir. Bunlar İşkuzdan, İç Oğuzdan yaranan sözlərdir. İç Oğuzun da kökü Quzdur. Geldik biraz aşağıya. Bu İşkuz çarlığı Dekanov'un dediğini mən sizə deyirəm. Kniga Yeremi diye bir kitap var. Onun tərcüməsi Peyğəmbərlərin kitabı olarak keçir və o Peyğəmbərlərin kitabı bunu yazır. İşkuz çarlığı barəsində yazır. Yani sıradan bir kitap değil. Kniga Yeremi. Muhammed İbn Cərirət Təbəri Xəzər xaqanlığını Nuhun oğlu Yafəsin nəslinə bağlayır. Təbəri ərəbcə yazsa da əslən fars olub. Mazandaranlıdır, əslən Mazandarıdır. Və kitabın da adı Tarix-ər Rüsul vəl-Müluk. Peyğəmbərlərin və ölkələrin tarixi. Sasanilərin Türk və Romalılarla savaşından yazır 6-cı əsrdə. Xəzər ətrafında yaşayan Bulqarlar və Türklər Sasanilərlə savaşırlar. 6-cı əsrdə Xəzər dövləti, Xəzər xaqanlığı vardı. Biruni yazır. Bulqarlar xütbə və dualarını Türk dilində oxuyurdu. Biruni yazır. Yani artık o vaxtı Azərbaycanda İslam qəbul edilmişdi. Azərbaycan dövlətində
İslamiyet hüküm sürürdü ve duaları öz dillerinde okuyurdular. Türk dili yazır burada. El-Məsudi yazır ki, Əməvilər 7-ci əsrdə Dərbənd ətrafında, Balancarda, Samandarda və Sulaqda bu üç meydan müharibəsində türklərlə savaşıb. Keçdi bu tərəfə. Demək, Tatişev yazır. Türkolog Tatişev. Xəzər çarının titulu Hakan olub. Onun bir altı bəy olub və ona da o açıqlıq gətirir o kitabı şeydə. Bu Anatoliy Novoselskin və Xəzər Qaqanat kitabında Tatişevə istinadən deyir ki, Xəzər xaqanı imperator səviyyəsindədir və knyaz səviyyəsində də bəyliklər olub. Münəccimbaşı Cəmilə Dural Cəmiyəl Duval, Dövlətlərin Toplusu adlı əsərində yazır ki, Azərbaycanda Aran və Dərbənd dövlətləri var idi. Aran dövləti və Dərbənd dövləti. Münəccimbaşı yazır və akademik Minorski bunu İngilis dilindən Rus dilinə tərcümə edib. Aran və Dərbənd. Kitab el-Buldanın başqa birisi demək. Az əvvəl dedim, Kitab el-Buldanı yazan Təbəri idi. Onun xaricində bir də Əl-Yakubinin Kitab el-Buldan əsəri var. O yazır ki, Abbasilər dönəmi ilə bağlı Azərbaycan haqqında yazır. Kitab el-Buldan. Əl-Yakubi Kitab el-Buldan əsərində və bu istinad, bu qaynaq Xazarski Qaqanat kitabının 14-cü səhifəsində göstərilir. Novoseltsevin Xazarski Qaqanat kitabı. Maraqlananlar açıb oxuya bilərlər. Əl-İstahri Volqa, bugünkü Volqa adıyla yazır. Yenə Novoseltsev yazır. Yəni əski adıyla Atil və ya İtil. Və Kaspi yazıb Xəzər. Xəzər ətrafında Kimak, Quz və Bulqarlar yaşayırdı. Kimaklar bugünkü Kumuklardır. Quzlar Oğuzlardır. Biz Oğuzlar, Türklər. Və bir də Bulqarlar. Bulqarlar sonradan Avropaya yürüş etdilər və orada bugünkü Bolqaristan ərazisində onlar xristianlığı qəbul edib, o xristianların içində assimilyasiya oldular. Amma genefon olaraq onlar öz türklüklərini belə görüntüdə də hələ də qoruyublar, ancaq Slav dilində danışırlar. Slav dilinin Bulqar ləhcəsində danışırlar. Əbülqasim İbni Xavqal Abbasi və Fatimilərin casusu deyirmişlər. Çünki Abbasilər də, Fatimilər də Əməvləri devrənlər Abbasilərdir və bugünkü Misirdə də hökmdar olan Fatimilərdir. Hər ikisi Haşimilərdəndir. Peyğəmbər əleyhissalamın sülaləsindəndir. Onların bu İbni Xavqal Abbasilərin və Fatimilərin casusu kimi tanınan Azərbaycan haqqında yazıb. Və deyir ki, bu məmləkətdə türklər yaşayıb. Və ən sonuncu bir şey deyim, Peyğəmbər əleyhissalamın hədislərini toplayan bir çox adam var. Navvavi var, Tirmizi var, Buxari var, Əbu Davud var. Sadəcə mən Əbu Davuddan bir sizə misal çəkəcəm. Əbu Davud 4302 sayılı hadis-i şərifində deyir ki, Peyğəmbər əleyhissalam buyurdu ki, siz Türklər, Türk adında bir xalq var. Siz qılıncınızı qından çıxarıb Türklərlə savaşdığınız zaman qiyamət qopacaq. Türklər sizə toxunmadığı müddətcə siz türklərə toxunmayın. Və Peyğəmbər əleyhissalam 631-ci ildə
dünyasını dəyişib. 631-ci ildə türklər haqqında danışıb və qonşularla münasibətdən bəhs edir. Demək ki, bu coğrafiyada türklər olub ki, Peyğəmbər əleyhissalam hadis-i şərifində belə deyir. Abu David 4302. Yəni bir şeyi iddia etdiyiniz zaman, xüsusilə də mən o buradan Azərbaycana türklər 11-ci əsrdə gəlib deyən o Kamran Həsənliyə. Demək, hər işi gördü, üzünə gözünə bulaşdırdı. İndi də gəlib kişi tarixçi olub. Və dediyi heç bir sözün qaynağı yoxdur. Mən burada 20 qaynaq çəkdim. Hər birisində də türklərin burada hər zaman mövcud olduğunu yazır. Yəni türklər heç bir yerdən gəlməyiblər, heç bir yerdə buradan getməyiblər. Türklər bura bizim dədə-baba torpağımızdır. Onu indi hansı məqsədlə deyib, onu deyə bilmərəm, amma insan dediyini əsaslandırmalıdır. Bugünlük sizə söyləmək istədiklərim bu qədər. Allah'a ısmarladık.